Hər kəsə salam. Bugün milli mətbəximizdən xırçıltılı pişi, başqa adı ilə şirin qatlama bişirirəm. Çox asan və bir o qədər də ləzzətli reseptdir. Əvvəlcə 1 stəkan ilıq südə 1 çay qaşığı şəkər tozu və 1 çay qaşığı quru maya əlavə edib qarışdırıram. 5-10 dəqiqə gözləyirəm ki, maya aktivləşsin. Bu müddətdə başqa qaba 3 stəkan yarım ələnmiş un əlavə edirəm və ortasını açıram. Maya aktivləşdi. Üzərinə yarım çay qaşığı duz, 1 yumurta, 4 yemək qaşığı duru yağ əlavə edib tam əlli olana qədər qarışdırıram. Bu qarışımı unun üzərinə əlavə edib qarışdırıram. Xəmir bərkiməyə başlayanda yoğurmağa keçirəm. Ələ yapışmayan elastik xəmir alınır. Üzərini streçləyib 1 saat isti yerdə mayalanmağa qoyuram. Xəmir hazırdır. Havasını alıram və kündələrə ayırıram. Məndə 6 ədəd, hər biri 138 qramlıq kündə alındı. Kündələrin üzərini streçlə örtüb 30 dəqiqə isti yerdə ikinci dəfə mayalandırıram. 30 dəqiqə keçdi. İndi hər kündəni biraz yayıram. Ardınca üzərini otaq temperaturunda olan kərə yağı çəkirəm. Hər qat üçün eyni qayda ilə yağ çəkib üst-üstə düzürəm. Yalnız sonuncu qata yağ çəkmirəm. Masanın üzərinə duru yağ çəkirəm. Və üst-üstə yığdığım xəmirləri birlikdə oxlovla yayıram. Bu üsulla həm vaxta qənaət etmiş oluram, həm də yaymaq daha asan olur. Yaydıqdan sonra kənarlarını düzləşdirmək üçün kəsirəm. Xəmiri 4 barmaq enində zolaqlara bölürəm. Xətkeşlə 6 sm enində ölçüb kəsə bilərsiniz. Daha sonra hər zolağı əlimə dolayıram və 2 qat qatlayıram. Hazırladığım qatlamaları 20 dəqiqə daha mayalandırıram. Bu arada duru yağı qızdırıram. Yağ tam qızdıqdan sonra qatlamaları tavaya əlavə edirəm və orta odda qızardıram. Qızararkən çəngəllə qatlarını yavaş-yavaş qaldırıb açıram ki, daha gözəl açılsın və xırçıltılı olsun. Qızardıqdan sonra artıq yağını çəkməsi üçün kağız salfetin üzərinə düzürəm. İsti-isti ikən üzərinə şəkər tozu səpirəm. Və budur, qat-qat xırçıltılı qatlama hazırdır. Çay süfrələrinə çox yaraşır. Videonu bəyənməyi və fikirlərinizi yazmağı unutmayın. Hələlik!